Dövlət İmtahan Mərkəzinin kimya test toplusundan, turşular mövzusundan səhifə 204-də olan 51 nömrəli suala baxın. Burada deyir ki, ikinci qaba neçə qram sink oksid əlavə etmək lazımdır ki, tərəzinin tarazlığı dəyişməsin. Hər iki qabda xlorid turşusu məhluludur. Birinci qaba kalsium əlavə olunub. 20 qram kalsium əlavə olunub. Əvvəl nə edirik? Reaksiyanın tənliyini yazırıq. Reaksiya tənliyini yazanda baxırıq ki, bu reaksiyada 1 mol hidrogen xaric olunubdur. Burada 40 qram kalsium əgər reaksiyaya daxil olarsa, yəni 40 qram kalsiumun atom çəkisidir. 2 qram hidrogen xaric olunur. Bəs bizim də verilən çəkimiz 20 qramdır. 20 qram daxil olarsa nə qədər hidrogen xaric olunur? Tənasüb qururuq və tənasübü həll edirik. Baxırıq, görürük ki, burada 1 qram hidrogen xaric olunur. Demək, 20 qramdan 1 qramı məhlulda qalmır, uçur. 20-dən biri çıxanda eləyir 19 qram. Və sink oksidlə H-xlorun reaksiyasına baxırıq. Burada alınır sink xlor plus H2O. Burada uçucu maddə yoxdur, qaz halında maddə yoxdur. Ona görə də elə 19 qram sink oksid əlavə eləyəndə məhlulda bütün maddələr qaldığına görə birinci qabla eyni tarazlığa malik olacaq. Beləliklə cavabımız olacaq 19 qram sink oksid əlavə etmək lazımdır. Beləliklə də tarazlıq dəyişməyəcək.